Salam mənim əzizlərim. Davam eləyirik qız bürcü ilə. Fevral ayında qız bürclərini nələr gözləyir? Ona baxacağıq. Özü, hərəkəti, sevgi, pul, karyera, sağlıq, ümumi nəticə. Fevral ayında qız bürcü daxilə dönmüş, düşüncəli, sanki durumu izləmə mövqeyində olacaq. Siz bu ay tələsmirsiniz. Hər şeyi ölçüb, biçərək hərəkət edirsiniz, irəliləyirsiniz. Yəni sabahınızı düşünərək addım atırsınız. Bu enerji sizi tənha etmir. Aydın qərarlar verməyə hazırlayır. Qız bürclərinin hərəkəti. Bəzi məhdudiyyətlər içində hiss edə bilərsiniz. Bu kart göstərir ki, maneələr real deyil. Daha çox zehni blokajdır. Sizi məhdudlaşdıran, irəli getməyinizin qabağını alan nə varsa, ondan özünüz qurtula bilərsiniz. Yəni, hər şey sizdən asılıdır. Sevgi sahəsində sosiallaşma, sevinç, paylaşım var. Münasibətdə olan qızlar üçün birlikdə sevinmək, planlar qurmaq ön plandadır. Xüsusən də 10 fevraldan sonra. Tək olanlar üçün dost mühitindən gələn tanışlıq da mümkündür. Pul mövzusunda siz gəlirlərinizlə xərclərinizi balanslaşdıra bilirsiniz. Yəni, borc almışsınızsa, alma vermə, bu məsələlər həll olunur. Kiməsə dəstək olmuşsunuzsa, onun da qarşılığını alırsınız. Yəni, pul enerjiniz aktivdir. Karyerada məhsuldar, bərəkətli bir dövr başlayır. İnkişaf, bolluq deməkdir bu kart. Əməkləriniz görünür və həmin o əməklər də qiymətləndirilir. Sağlıqda qidalanma, yuxu, gündəlik rejim diqqət etsəniz, özünüzü çox yaxşı hiss edəcəksiniz. Nəticə olaraq fevral ayının sonunda qız bürcü üçün ədalətli, aydın nəticə görünür. Haqq etdiyinizi alırsınız. Gecikmiş qərarlarınız netləşir. Hər hansı bir mövzuda qeyri-müəyyənlik varsa, o aradan qalxır. Əgər hansısa bir məsələlərdə, bu iş də ola bilər, sevgi də ola bilər, pul məsələsi də ola bilər, əgər doğru olan tərəf sizsinizsə, sizin xeyrinizə hər şey həll olunacaq. Bu qədər mənim əzizlərim. Əgər bu açılım sizə uyğun gəldisə, videonu bəyənməyi və paylaşmağı unutmayın.